Niyə böyük ana atalarımız Riziya İriza, Rəhmə İrəhim, Ruha Uruh, Rusa Urus deyirlər? Çünki gök türkcədə, yəni Bastani türkcədə heç bir əsl türkcə söz h, x, v, j, f hərfləri ilə başlanmaz. Bu hərflər türkcədə zaman içərisində başqa hərflərin yumuşanması ilə ortaya gəlmişdir. Örnək üçün, ver əslində ber imiş, verci əslində berci imiş, vermək feili isə əslində vermək imiş. Bu qayda hələ də türkmən türkcəsində davam etməkdədir. Belə ki, onlar vermək feilinə hələ də bermək deyirlər və oğlan uşaqlarının adını Qurbanberdi, yəni Qurbanverdi, Tanrıberdi, yəni Tanrıverdi olaraq qoyurlar. Bununla yanaşı, əsl türkcədə heç bir əsl türkcə söz r, v, l, j, f hərfləri ilə başlamaz. Bu hərflərlə başlanan sözlər türkcədə alınma sözlərdilər. Böyük ana atalarımızın da dili əsl olduqdan və hələ assimilyasiyona məruz qalmadıqları üçün bu sözləri türkcəyə uyğunlaşdıraraq danışırdılar. Onun üçün də Rəhmə İrəhim, Rusa Urus, Rusvaya Urusvay deyirdilər.